Salam əziz izləyicilər, mən şairə İsmirə Günəş. Bugün mənə doğma olan ocaqlardan birindəyəm. İllər əvvəl 2021-ci ildə, məncə 2020-ci il idi. Müharibədən sonra ilk dəfə ziyarət etdiyim şəhid ailəsi məhz bu ailə olmuşdu. Qapısını döydüyüm ilk şəhid ailəsi, ilk qəhrəmanım Şəhriyar Qasımov olmuşdu. O gündən ta bu günə qədər kitablarımın hər birində yer alıb. Tədbir keçirdiyim, təqdimat keçirdiyim hər bölgədə haqqında qürurla danışmışam. Çünki doğrudan da haqqında qürurla danışılası oğullardan biridir Şəhriyar. 44 günlük vətən müharibəsinə könüllü gedən qəhrəmanımız hələ özünün hərbi xidmət zamanında bir günlük baş vermiş Tovuz döyüşündə böyük şücaət göstərmişdi. Onun qəhrəmanlığından sonra ona kiçik çavuş rütbəsi verilmişdi, ailəsinə onun adına təşəkkürnamə göndərilmişdi. İllər boyu Azərbaycan torpaqlarının Qarabağ işğalı altında olmasını qəbul etməyən oğul hər dəfə atası ilə söhbəti olanda mən əl atmasam deyəsən o torpaqları geri qaytarmayacaqlar deyilmiş. Elə sözündə də durdu, özü əl atdı. İşğal altında olan torpaqlarımızı özü qaytardı bizə. Ruhu şad olsun qəhrəmanımızın. Bugün bu ocağa həm Qəhrəman Analar kitabımda, həm də Qəhrəman Atalar kitabımla gəlmişəm. Vəzirəmi, təşəkkür edirəm ki, belə bir oğul böyütmüsünüz. Sağ olun. Və İlhamə anam, məndən ötürü hər bir qəhrəman övladı dünyaya gətirən ana da onun əziyyətini çəkib böyüdən ata da qəhrəmandır. Sağ olun. Çox sağ olun. Şəhidlər vurulanda ölürlər, şəhidlər unudulanda ölürlər. Sən də çox yaşa, yaz, yaşa, şəhidlərimizi bütün dünyaya tanı. Necə ki tanıdırsan, çox sağ ol, var ol, Allah səni qorusun. Sağ ol, çox sağ ol. Sağ olun Nəsimə xanım, Allah köməyiniz olsun, çox sağ olun. Allah sizləri var eləsin. Sizlər sağ olun ki, qəhrəmanımı mənə siz tanıtdınız. Mən də sizin sayənizdə, sizdən öyrətdiklərimlə, kitablarımda yazdıqlarımla tanımayanlara tanıtmağa çalışdım. Bizim Şəhriyarımız futbol sevdalısı idi. Aztelekomun əməkdaşlarından biri olub. Bu günə qədər onun iş yoldaşları, sinif yoldaşları, dostları, tanışları bu qapını bir gün belə olsa ziyarətsiz qoymurlar. Bu, şəhidimin özünün qazandığı hörmətdir. Necə ki, sağ ikən hər kəsin sevgisini qazanmışdı, şəhadəti ilə zirvələrə uzalmaqla da hər kəsin qəlbində özünə yer etdi. Mənim qəhrəmanım hər birimizin xilaskarıdır. Vətənimizin azadlıq nəğməsinə çevrilən sülh quşudur. Bugün bu qəhrəmanları biz tanıyırıq. Gələcək nəsillərin tanıması üçün onları biz yaşatmalıyıq adını. Odur ki, gəlin qəhrəmanlarımızı unutmayaq.